Əmir Əzəm buyur ləngitməsinlər. 1000 dəfə nəqd ölümdən qurtarıb bu məlun. Sizin mühakimənizə verirəm. Əmir Əzəm, sultanın hökmü var. Dərisi soyulmalıdır. Onun küfrü üzündən dünyanın yarısı etiqaddan məhrum olub. Kim bilir, neçə il keçməlidir ki, cəmaat haqq yoluna qayıtsın. Sultanın hökmü o vaxt icra olunar ki, siz fitvanı təsdiq edəsiniz. Qoy əvvəlcə Həzrət Şeyx özü təsdiq eləsin. Mən təsdiq edirəm. Hökm icra olunsun. Dərisi soyulandan sonra başı, əlləri, ayaqları kesilsin. Sultanın düşmənlərinə göndərilsin. Görəsən bu yazıq neçənci Nəsimidir? Bu dəfə özüdür. Ya Rəbbim, sən özün onun üsyan və xətalərini əfv edin. Biz hamımız sənin qulunuq. Cəmi günahlarımızı etiraf edirik. O günahkar qulunu əfv et. Sən böyük və rəhmedilsən, o günahkar qulunu əfv et. Məndə sığar ki cahan. Mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm. Kövn məkana sığmazam. Zərrə mənəm, günəş mənəm, şaur ilə pəncüşeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyana sığmazam. Ərş ilə fərş-ü kafünun, məndə bulundu cümləçun. Kəs sözünü və əbsən ol, şərh-ü bəyana sığmazam. Kimsə güman zənn ilə, olmadı həqq ilə biliş. Həqqi bilən bilir ki mən, zənn-i gümanə sığmazam. Haqqa gəl. Haqq məndədir. Həqiqi olan Allah. Əgər Allahsansa, bəs rəngin niyə salır? Bədbəxt. Sənin gözündə tor var. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə əlbəttə saralar.